Bax, bu dəyərli şəxsiyyət Neftçaladan olan oxucum Hüseyn müəllimin timsalında bütün Neftçala elini salamlayıram. Deməli, mənim TikTokda paylaşımlarım çox sayda sevilir və buna görə də insanlar mənə zəng edirlər, həm kitabımı alırlar, həm də paylaşımlarıma görə təşəkkür edirlər. Onlardan biri də bax bu gördüyünüz dəyərli oxucum Hüseyn müəllimdir. Hüseyn müəllim mənə zəng elədi. Mənim TikTokda çıxışlarım və yazılarıma görə təşəkkür etdi ki, mən ailəvi şəkildə biz sizin yazılarınızı izləyirik, çıxışlarınıza qulaq asırıq. Bu bizim həm özümüzə, həm uşaqlarımıza, həm də bizim şagirdlərimizə, gənclərə çox böyük maarifləndirici, tərbiyəvi söhbətlərdir, əsərlərdir. Ona görə sizə təşəkkür edirik. Mən də təşəkkür etdim. Sonra Hüseyn müəllim mənim kitabımı aldı və kitabımı alıb oxuyandan sonra bir daha mənə təşəkkür etdi ki, Sahil bəy, belə möhtəşəm kitab yazmışsınız. Mən sizə təşəkkür edirəm. Daha çox bilirsiniz, mənim TikTokda paylaşımlarım siz rəylərdən görürsünüz, çox sevilir. İnsanlar çox sevirlər və ona görə də mənə zəng edirlər, mənə təşəkkür edirlər o yazılarıma, paylaşımlarıma görə. Eyni zamanda kitabımı alan oxucularım mənə təşəkkür edir. Mənə Azərbaycanın hər yerindən zənglər gəlmişdi təşəkkür olaraq. Mən ayrı-ayrı o bölgələri qeyd elədim ki, təşəkkür edirəm sizə ki, bu bölgələr üzrə mənə böyük sevgi göstərirsiniz və Hüseyn müəllim mənə WhatsAppda yazdı ki, mənim Neftçalamı da ora qeyd edin, sizin oxucularınız. Mən də yazdım ki, baş üstə. Ona görə bax, Neftçala üçün xüsusi olaraq Hüseyn müəllimin timsalında bu videonu çəkirəm. Ümumiyyətlə, Azərbaycan hər yerindən, Goranboy, Mingəçevir, Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Göyçay, bütün hər yerdən mənə həkimlər, müəllimlər, mühəndislər, digər peşə sahibləri mənə zəng edib yazılarıma, kitablarıma, paylaşımlarıma görə təşəkkür edirlər. Bax, mən də sizin üçün çalışıram, mən də bir gəncəm. Öz gənc həmyaşıdlarımız üçün o paylaşımları, o əsərləri yazıram. Bir maarifçi olaraq, bir yazıcı olaraq mən deyirəm ki, Azərbaycan o zaman çiçəklənəcək ki, bax, mənim TikTok hesabımın izləyiciləri bütün Azərbaycanda ən çox izləyicisi olan, milyonlarla izləyicisi olan TikTok izləyicisi olacaq. O zaman bizim insanlarımız cəhalətdən xilas olacaq.